Salam uşaqlar, hər vaxtınız xeyir. Fən müsabiqələri 6-cı sinif üçün olan 25 sualın izahını sizə göndərirəm. Birinci sualdan başlayaq. Hansı xəstəliyi viruslar törədə bilər? Bruselyoz bakterial xəstəlikdir, vərəm bakterial xəstəlikdir, vəba bakterial xəstəlikdir. Cavabımız olacaq zökəm. Burada işarələnmiş cavablar var, onlara fikir verməyin, səhv ola bilərlər. Mən qeyd elədiklərimə diqqət edin. Növbəti suala keçək. Hansı patogen canlı orqanizm olmadan çoxala və yaşaya bilmir? Bilirik ki, bunlar viruslardır. Virusların çoxalması üçün mütləq hansısa canlının bədəninə düşməsi lazımdır. Baxaq, hansı canlı ola bilər? Bakteriya olmaz, göbələk olmaz. Tetanus törədicisi yenə bakteriyalar törətdiyi üçün olmaz. Cavabımız olacaq D variantı, su çiçəyi törədicisi. Üçüncü sual. Yoluxucu olmayan xəstəlikləri seçin. Deməli, vəba yoluxucudur, anemiya, aritmiya, zökəm yoluxucudur, piylənmə, vərəm yoluxucudur. Cavabımız olacaq 2, 3, 5. Deməli, A variantı. Sonra keçək 4-cü suala. Aşağıdakılardan hansı orqanizmin təbii maneələr sisteminə aid deyil? Aid olmayacaq antibiotiklər, dəri aiddir, mədə şirəsi aiddir, aid olmayacaq antitellər, bir də peyvəndlər, göz yaşı aiddir. Cavabımız olacaq 1, 4, 5, yəni C variantı. Davam eləyək 5-ci sualla. Uyğunluğu müəyyən edin. Dəri, selik, mədə şirəsi. Bunlara uyğun olan cavabları tapmalıyıq. Kəsildikdə və ya zədələndikdə patogenlər orqanizmə daxil olur. Bu, təbii ki, burada dəridən söhbət gedir. Dəri kəsiləndə bədənə mikroblar daxil ola bilir. 2, selik. Seliyə də uyğun gələcək, patogenlərə yapışaraq bədəndən xaric olmasına kömək edir. 2 olacaq C variantı. Çünki boğazımızda biz xəstə olanda selik yaranır və mikroblar o selik vasitəsilə asqırıb öskürərkən bədənimizdən kənarlaşır. Sonra mədə şirəsinə də təbii ki, B variantı uyğun gələcək. Qida və ya su ilə daxil olan patogenləri zərərsizləşdirir. Deməli, 1A, 2C, 3B cavabımız olacaq D variantı. Növbəti suala keçək. Hansı xəstəlik taxıl bitkilərində geniş yayılmışdır? Təbii ki, pas xəstəliyi taxıl bitkilərində geniş yayılmışdır. Sitrus xərçəngi, limon, banan, əncir, sitrus meyvələrində daha çox rast gəlinir. Qara ləkə pomidorda, daha doğrusu qızılgüldə rast gəlinir. Fuzarium isə bitkilərin su borularını dağıdaraq zərər verir. Pas xəstəliyi taxıl bitkilərində rast gəlinən xəstəlik. Davam eləyək. Növbəti suala baxaq. 7-ci sual. Göstərilən qrafika əsasən hansı fikir doğru deyil? Birinci qrafika nəzər salmalıyıq belə suallar olanda. Gördüyünüz kimi qrafikin bir tərəfində anticismlər göstərilib, digər tərəfində isə xəstəliyin, yəni həmin insanın xəstə olduğu günlərin sayı göstərilib. Cavabları oxuyaraq bir-bir doğru olmayan variantı seçək. İlk 10 gündə qandakı anticismlərin miqdarı artır. Bu doğrudur. Gördüyünüz kimi anticismin miqdarı nə vaxt ən pik həddə çatıb? 10-cu gündə. Deməli, ilk 10 gündə miqdar artıb. B variantı ilk günlərdə, deməli bu düzdür. Bizə doğru olmayanı istədiyi üçün olmaz. İlk günlərdə orqanizmin xəstəliyə qarşı müqaviməti zəif olub. Bəli, bu gördüyünüz kimi ilk günlər nədir? 0-2 gün, yəni birinci və ikinci günlər demək olar ki, burada gördüyünüz kimi immunitet aşağıdır. Yəni anticismlərin miqdarı 0-a bərabərdir. Yəni anticism yoxdursa immunitet də yoxdur. Deməli, cavabımız doğrudur. A da doğrudur, B də doğrudur. Bizdən doğru olmayanı istədiyi üçün onları götürə bilmirik. Üçüncü, patogenləri tamamilə məhv etmək üçün orqanizmə 4 gün vaxt lazımdır. Xeyr, bu yanlışdır. Cavabımız bu olacaq. Çünki görürsünüz, anticismlər artmağa başlayır 4-cü gündən. 4-cü gündən ən pik həddə çatır 10-cu gündə. Deməli, 10-cu və 4-cü günlər arasında neçə gün var? 6 gün. Amma burada deyir ki, 4 gün vaxt lazımdır. Yanlış cavabı istədiyi üçün biz C variantını götürəcəyik. D variantına da baxaq. Xəstə özünü yaxşı hiss etdiyi dövrdə orqanizmdə patogenlərin miqdarı azalmağa başlanmışdır. Gördüyünüz kimi burada yazıb ki, bütün patogenlər məhv olur və xəstə artıq özünü yaxşı hiss eləməyə başlayır. Təbii ki, patogenlərin miqdarı da aşağı düşüb. Bu da doğru variantdır.
Növbəti suala keçək. Hansı qan hüceyrələri fagositoz edir? Təbii ki, ağ qan hüceyrələridir bu. Sonrakı suala keçək. Şəkildə göstərilən zədələnmə zamanı ilk növbədə nə etmək lazımdır? Peyvənd etmək xeyir. Təcili antibiotik qəbul etmək xeyir. İlk növbədə həmin nahiyəni spirt və yodla təmizləmək lazımdır. Bəli. Çoxlu maye qəbul etmək xeyir. Çünki bugünkülvari zədələnmədir. Bu ABD-də olan ehtimalların heç bir bizə lazım deyil. Sadəcə spirt və yodla təmizləmək lazımdır. Növbəti suala keçək. 10-cu sual. Uyğunluğu müəyyən edin. Kimyəvi qoruyucu mexanizmləri, mexaniki qoruyucu və hüceyrə müdafiə mexanizmlərini seçirik. Birinciyə aid olanlara baxaq. Kimyəvi qoruyucu mexanizmlər nə olacaq? Təbii ki, selik, bir də mədə şirəsi. Bu birincinə aid olacaq B və D. Hələ ki, burada düzgün variant var. İkinci, mexaniki qoruyucu vasitələr olacaq dəri və burun tükləri. İkinci də olacaq C və Y. Üçüncü, hüceyrə qoruyucu vasitələri, müdafiəsi mexanizmləri ya da hüceyrə qoruyucu vasitələri. Bunlar da olacaq fagositoz və anticismlər A və F. Deməli, doğru cavabımız B olacaq, düzgün variantımız. Növbəti suala keçək. Cədvəldə verilmiş qarışıqlardan hansı düzgün verilmişdir? Baxaq bir-bir. Qumla su müxtəlif cinslidir. Bəli, doğrudur. Çünki qumla suyu qarışdıranda biz onları tərkibini görə bilirik. Tərkibində qumun və suyun olduğunu ayırd edə bilirik gözümüzlə. Təbaşir və suyu eyni cinsli qarışıq verib xeyir. Çünki təbaşirlə suyu qarışdıranda biz onun tərkibində görürük qarışıqları. Ona görə də eyni cinsli qarışıq ola bilməz. Günəbaxan yağı və su, bu doğrudur. Müxtəlif cinsli qarışıq verib. Çünki yağla suyu qarışdıranda biz onların tərkibindəki maddələri seçə bilirik gözümüzlə. Ona görə də doğrudur. Neftlə su eyni cinsli ola bilməz. Çünki neftlə suyu qarışdıranda da biz onu gözlə görə bilirik. Ona görə də eyni cinsli ola bilməz. Şəkər və suya eyni cinsli qarışıq deyib. Bəli, doğrudur. Şəkər və suyu bir-birinə qarışdıranda suyun içində biz kənardan baxanda onun içində şəkərin olub-olmadığını bilə bilmərik. Deməli, düzgün cavablarımız oldu 1, 3 və 5. Cavabımız D variantı olacaq. Növbəti suala keçək. Verilmiş şəklə əsasən hansı fikir doğrudur? Gördüyünüz kimi burada hər hansı bir maddə ilə digər maddə bir-biri ilə qarışdırılıb və bu maddələr ayrı-ayrılıqda hər biri, məsələn, tutalım ki, biri qumdur, biri sudur. Və bunları qarışdırdıqda gördüyünüz kimi altda bir maddə qalıb, üstdə digər maddə qalıb. Yəni, maddələr tamamilə bir-birinə neynəməyib, qarışmayıb. Ona görə də cavabımız olacaq heterogen qarışıq. Çünki biz belə qarışığın tərkibini gözümüzlə görə bilərik. Növbəti sualın cavabına, izahına baxaq. Hansı maddələrin suda sürətlə həll olması temperaturu artırdıqca baş verir? Yəni, temperatur artdıqca onlar daha sürətlə suda həll olurlar. Bunlar olacaq şəkər, kalium nitrat və xörək duzu. Cavabımız olacaq D variantı 1, 4, 5. Keçək növbəti sualımıza. 14-cü sual. Hansı modellərə uyğun anlayışlar doğru göstərilmişdir? Birinci suala birləşmə yazıb, amma xeyr, ola bilməz. Görürsünüz, hamısı eyni rəngli atomlardır. Deməli, bu nədir? Saf maddədir. Tərkibində eyni növ atomlar varsa, saf maddədir. Birləşmə heç vaxt ola bilməz. İkinci şəklə baxaq. Gördüyünüz kimi, molekulların tərkibi ayrı-ayrı atomlardan ibarətdir. Bunu saxlayaq, digərlərinə də baxaq. Elementdir. Bu element ola bilməz. Element olması üçün eyni növ atom və molekullardan təşkil olunmalıdır. Amma burada gördüyünüz kimi həm atom var, həm molekul var və atom və molekullar da bir-birindən fərqlənir. Sonra dördüncü qarışıqdır. Xeyr, burada da gördüyünüz kimi eyni növ molekullar var. Ona görə də qarışıq ola bilməz. Cavabımız olacaq B variantı. Çünki fərqli atomlardan təşkil olunub. Növbəti sualın izahına keçək. 15-ci sual. Suda həll olmayan maddəni göstərin. Təbaşir tozu təbii ki cavabımız olacaq.
Sonra 16 maddənin ərimə temperaturu 232 dərəcə olarsa, 200 dərəcə temperaturda maddə hansı halda olar? Əgər bu 232 dərəcədə əriyirsə, ərimə temperaturu artıq 200 dərəcədə bu hansı haldadır? Bərk haldadır. 232-yə gəlib çatmalıdır ki, o maye halına keçsin. Cavab olacaq A variantı. Növbəti suala keçək. 17. Yerdə ağırlıq qüvvəsi 672 Newton olan astronavta ayda təsir edən ağırlıq qüvvəsini hesablayın. G-nin qiymətini siz 10 olaraq bilirsiniz. Burada lap dəqiq hesablanmış qiyməti yazıb, əslində 9.6-dır. Onu 10 kimi götürürlər çox yerdə. Yəni əgər sizə 9.6 versə, 9.6-ya görə hesablayarsınız. Deməli, ağırlıq qüvvəsinin düsturu nə idi? F bərabərdir M vurulsun G. Bizə deyir ki, cismə təsir edən ağırlıq qüvvəsi, yəni F 672 Newtondur. İndi bunun biz öncə kütləsini tapmalıyıq ki, ayda ona təsir edən ağırlıq qüvvəsini hesablayaq. F bərabərdir mg düsturundan m bərabərdir F bölünsün G olacaqdır. 672-ni 9,6-ya bölərik. Bu da eləyər 70 kiloqram. Deməli, tapdıq ki, cismin yerdə çəkisi 70 kiloqramdır. Bilirik ki, Aya da getsək, Marsa da getsək, bizim kütləmiz dəyişmir. İndi bu cismə ayda təsir edən ağırlıq qüvvəsini F bərabərdir mg düsturundan hesablayaq. Kütləni tapdıq ki, 70-dir. 70-i vururuq. Ayda cismə təsir edən ağırlıq qüvvəsi 1,6, yəni G-nin qiyməti 1,6 olduğu üçün 70-i 1,6-ya vuraraq cavabı taparıq, edər 112. Deməli, cavabımız olacaq D variantı. Növbəti suala keçək. Verilən variantların hansında sürtünmə qüvvəsinin təsirini dəyişmək olmaz? Sürtünmə qüvvəsinin təsiri baxaq görək hansı variantlarda müşahidə olunur. Velosipetin zəncirini qiyaslasaq, təbii ki, sürtünmə qüvvəsinin təsirini dəyişdirə bilərik. Yəni, bu zaman sürtünmə qüvvəsi azalar, hərəkət asanlaşır. Barmaqdan çətin çıxan üzüyün sabunlu su ilə çıxarılması, burada da sürtünmə qüvvəsi təsir edir. Bu zaman da sürtünmə qüvvəsi azalacaq, üzük barmaqdan asanlıqla çıxacaq. Buzlu yola qum səpilməsi, burada da sürtünmə qüvvəsinin təsirini dəyişirik. Sürtünmə qüvvəsini artırırıq, hərəkəti asanlaşdırırıq. Cavabımız olacaq D variantı. Şagird kitab oxuyanda orada sürtünmə qüvvəsi heç yaranmır ki, onun təsirini biz dəyişmiş olaq. Növbəti suala keçək. 19. Şəkildə verilmiş ölçmələrə əsasən kütləsi 20 qram olan kürəciyin sıxlığını hesablayın. Uşaqlar, bilirsiniz ki, bərk cisimlərin həcmini hesablamağın bir usulu odur ki, bərk cismi suyun içərisinə salırlar. Əvvəlcə ölçülü stəkana suyu tökürlər, suyun həcminə baxırlar. Stəkanda ölçü ilə suyun həcminə baxırlar. Burada təxmini 19 millilitr görünür. Sonra bərk cismi həmin suyun içinə salırlar. Baxırlar ki, suyun həcmi nə qədər qalxdı. Görünür ki, 19-dan 29 millilitrə qalxdı. Sonra bu iki suyun səviyyəsi arasındakı fərqi tapırıq. 29-dan 19-u çıxırıq, olur 10 millilitr. Deməli, 10 millilitr həmin suya atılan cismin həcmi sayılır. Bu qayda ilə həmin cismin həcmini tapırıq. Sıxlıq düsturu da bizə suya atılmış kürəciyin sıxlığını istəyir. Kürəciyin həcmini tapdıq ki, 10 millidir. Yəni, B bərabərdir 10 milli. Kürəciyin kütləsini də bizə verib 20 qram. P bərabərdir M bölünsün V düsturundan. 20-ni 10-a bölərik. Edər 2 qram bölünsün kub santimetr. Amma bizə cavablar gördüyünüz kimi kiloqram bölünsün metr kubla verildiyi üçün biz indi tapdığımız o 2 qram bölünsün kub santimetri çevirməliyik kiloqram bölünsün metr kuba. 1 qramımız, daha doğrusu 1 qramımız 0,2 kiloqram olduğu üçün 2-yə vursaq 1 qram bərabərdir 0,1 kiloqrama.
Bizim də aldığımız rəqəm 2 olduğu üçün 2 qram da bərabər olacaq 0,2 kiloqrama. İndi kub santimetri isə metr kuba çevirsək, 1 kub santimetrimiz bərabərdir 1 milyon. Onu da sıfırların sayı kimi 10 üstü mənfi 6 kimi yazırıq. Edir 10 üstü mənfi 6 metr kub. Deməli, necə olacaq? Üstə yazırıq. Qram bölünsün 2, qram bölünsün kub santimetr idi. Bərabər olacaq 2 vurulsun 0,1. Aşağıya da yazırıq 1 milyon. Yəni 0,1. Yəni aşağıda 6 sıfır var. Aşağıdan vergülü atsaq, yuxarıya 6 sıfır gələr. Buradan vergülü silər. 0,1-dən vergülü silər. Yerdə qalar 2000. Cavabımız olacaq C variantı. Bir də izah edeyim bu hissəsini sizə. Uşaqlar, biz cavab olaraq tapdıq ki, cavabımız edir 2 qram bölünsün kub santimetr. Qram bölünsün kub santimetri, qram bölünsün metr kuba çevirməliyik. 2 vurulsun. 1 qramımız 0,1 kiloqramdır. 1 kub santimetrimiz də 0,1 milyonda 1 metr kubdur. Bərabərdir. 2 vurulsun. Aşağıdan vergülü atsaq, yuxarıya 6 sıfır gələcək. 6 sıfır, buradakı vergülü 1, 2, 3. 3 sağa çəkəcək. Onda yerdə qalacaq 3 sıfır, bu vergülün silinməsinə gedəcək. Yuxarıda qalacaq 2 vurulsun. 1000 bölünsün 1. O da bərabərdir 2000-ə. Bu hissəsi biraz riyaziyyatdır. Yəni, riyaziyyatı yaxşı olanlar məni daha yaxşı başa düşəcəklər. Növbəti sualın izahına keçək. Qapalı qabda porşen bir vəziyyətindən 2 vəziyyətinə gətirilən zaman qaz üçün hansı ifadələr doğrudur? Qazın kütləsi artıb, xeyr. Kütlə bilirsiniz ki, qaz genişlənsə də, sıxılsa da dəyişmir. Deməli, birinci cavabımız nədir? Səhvdir. Bizdən doğrunu istəyir. Qazın həcmi azalıb. Bəli, əvvəl gördüyünüz kimi bütün qabın içində doldururdusa, indi ancaq bu qədər hissəyə yerləşib. Deməli, 2 düzdür. Üçüncü, qazın sıxlığı azalıb. Sıxlığı azalıb. Bu yanlışdır. Çünki əksinə gördüyünüz kimi sıxlığı artıb. Burada görürsünüz, qazın molekulları seyrək yerləşdiyi halda burada molekullar sıx şəkildə yerləşib. Qazın molekulları arasında məsafə azalıb. Bəli, bu doğrudur. Buradakı zərrəciklər arasında məsafəyə baxın. Bir də buradakı məsafəyə baxın. Təbii ki, cavabımız olacaq 2 və 4. Növbəti suala keçək. 21. 3 eyni miqdarda suya eyni miqdarda boyaq maddəsi tökülür. Hansı qabdakı mayenin temperaturu çoxdur? Gördüyünüz kimi 1 daha zəif həll olur, 2 nisbətən tez, 3-cü isə daha çox qarışdığı üçün cavabımız olur 3. 3-cü variant C variantı. 22. Hansı halda diffuziya baş verməz? Ətir şüşəsinin qapağı açılanda baş verir. Bu olmaz. İsti suya qənd atanda baş verir. Dəmiri qızdırdıqda saxlayaq bunu. Qışa xiyar turşusu hazırladıqda təbii ki, onun içinə su qatırıq, nə bilim, duz qatırıq. Ona görə də orada da diffuziya baş verir. Cavabımız olacaq C variantı. 23. Üfüqi səth üzərində sükunətdə olan bir cismə təsir edən ağırlıq qüvvəsi 20 Newtona bərabərdir. Bu cism üzərinə 2 yükünü qoyan zaman ağırlıq qüvvəsi 35 Newton oldu. 2 yükünün kütləsini hesablayın. Bu bir cismidir. Buna təsir edən ağırlıq qüvvəsi 20 Newtondur. Üstünə 2 yükünü qoyublar. Bu zaman ağırlıq qüvvəsi artıb olub, ikisinə birlikdə 35 Newton. Əgər ikisinə birlikdə təsir edən ağırlıq qüvvəsi 35 Newtondursa, onda iki cisminə təsir edən ağırlıq qüvvəsini tapmaq üçün 35-dən 20-ni çıxarıq. Çünki bilirik ki, bir cisminə əvvəl 20 Newton qüvvə təsir edirdi. Olacaq 15 Newton. Deməli, iki cisminə təsir edən ağırlıq qüvvəsi 15 Newtondursa, onun kütləsini necə hesablayarıq? F bərabərdir. Mg düsturundan M bərabərdir
F bölünsün C ilə hesablayarıq. C-imizin qiyməti 1,15, bağışlayın. C-nin qiyməti, F-in qiyməti 15, C-nin qiyməti 10-dur. 15-i də 10-a böləndə cavabımız edəcək 1,5 C variantı. Növbəti suala baxaq. Spirtin qaynama temperaturunun 78 olduğu məlumdursa, 90 dərəcədə spirt maddənin hansı aqreqat halında olacaq? Əgər 78 dərəcədə qaynayırsa, təbii ki, 90 dərəcədə qaz halında olacaq. Çoxdan qaz halına keçmiş olacaq. Növbəti suala baxaq. Şəkildə təsvir olunmuş sıxlığı 11 qram bölünsün kub santimetr olan gümüş kubun kütləsini hesablayın. Uşaqlar, necə hesablayırdıq? Gümüş kubun kütləsini hesablamaq üçün deməli, birinci sıxlığını verib onu qeyd eləyək. 11 qram bölünsün kub santimetr. Bizdən kütləni soruşur. N bərabərdir sual. İndi bunun V-si lazımdır, yəni həcmi lazımdır bizə. Amma həcmini verməyib, kubun tərəflərini verib. Kubun həcmini də riyaziyyatdan bilirsiniz. Hesablamaq üçün tərəfləri bir-birinə vururuq. 5 vur 2 vur 4. O da eləyir 40. Deməli, V deməli nəyə bərabərdir? 40 kub santimetrə bərabərdir. İndi P bərabərdir, M bölünsün V-dir sıxlığın düsturu bilirik. Bizdə buradan V-ni verib, P-ni verib, V-ni verib, M-i soruşur. M bərabərdir, P vurulsun V olacaq. M bərabərdir, P vurulsun V-də, P-nin qiyməti 11, V-nin qiyməti isə 40-dır. Bu da edir, deməli, 440 qram. Amma cavabı bizdə kiloqramla verdiyi üçün bizim 1 qramımız 1000 kiloqrama bərabər, 0,1 kiloqrama bərabər olduğu üçün 440-ı 1000-ə bölərik, taparıq ki, 0,44 kiloqram olar. Cavabımız D variantı. Bu qədər uşaqlar, sualların izahları. Baxarsınız videolara mütləq.